Bu BMW-də niyə bu gün qoyur cavan uşaqlar? Bilməm. Amma məncə artıq Milli Məclis qanunvericilikdə bir bənd tərtib etməlidir ki, yəni zövqsüzcəsinə modifikasiya olunmuş avtomobil cəzası belə bir şey olmaz. Qəti fikrim var bundan bağlı. Eksteryerini nə qədər istəyirsən modifikasiya elə. Nə günə istəyirsən qoy, sənin maşınında. Pulun vermirsən, sənin maşında. Okey, zövqsüzsən, sənin işindir. Amma ora 528-dirsə, niyə M5 yazırsan? M5 competition yazırsan. Niyə cəmaat aldatmağa çalışırsan, bilmirəm. Yaxşı, belə deyək də ki, bizimkilər özü-özünü modifikasiya edir. Yəni, sən 528-ə M5 yazıb, oturub, həqiqətən M5 sürdüyü hiss eləyə bilirsənsə, yaxşı da öz dünyasında yaşayır, özü xoşbəxtdir. Yəni kimə nə var? Benzin az pul verir, maşın maşını sürəndə o M5 yazısını görmürsən, axı, vallahi görmürsən. Özü də o M5 yazısı o qədər ucuz və keyfiyyətsizdir ki, bilinir ki, o fake-dir. Bu maşınlar var ya, Ravon olur, ya Astra olur yerə basılmış, ya belə qəribə saypazada olur. Arxasında bir də Maybach loqosu olur. Qanunsuz hətta. Ya qanunsuz da olmağına, sən maşın ancaq öz istehsalçısına aid emblem qoya bilərsən də. Plus bir dənə burada məntiqi boşluq var. Əgər sən bu loqonu qoymusansa, kiməsə təsir etməyə çalışsan, çox güman. Maybachın nə olduğunu bilən, sən maşının Maybach olmadığını bilir. Məncə prosonlar. Yox, Maybachın nə olduğunu bilməyən üçün də sən qoyduğun loqo əhəmiyyət daşımır. Onda bunun ümumiyyətlə mənası nədir? Məncə onlar elə maraqlı olsun deyə. Maraqlıdır. Mənim başqa fikrim var. Arxadan məsələn vururlar o maşını. Təzə loqo almalıdır. Gedir maşın bazarına görür ki, Maybach loqosu ilə Jiguli loqosu eyni qiymətə götürür bunu qoyur. Nə bilim. Yetərli.